Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə 8-ci Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə beynəlxalq elmi simpoziumu keçiriləcək. Simpoziumun tərəfdaşları Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və Hacettepe Universitetidir. Tədbir 2-3 iyul 26-cı il tarixlərində keçiriləcək və Türk dünyasının görkəmli alimlərini yenidən Bakıda bir araya gətirəcək. Birinci Türkoloji Qurultayın 100 il əvvəl müəyyənləşdirdiyi böyük elmi ideyanın müasir dövrdə davamı, türkoloji düşüncənin yenidən öz bütövlüyünə qovuşmasıdır. Bu simpozium ortaq mədəni yaddaşın, ortaq elmi metodologiyanın və ortaq gələcək vizyonunun formalaşdırılması istiqamətində yeni bir mərhələdir. Bir əsr əvvəl Bakıda başlanan böyük elmi yol bugün yenidən Bakıda davam edir. Çünki ortaq keçmişimizi dərindən dərk etməyin yolu ortaq elmi düşüncədən keçir. Çünki ortaq gələcəyimizi birlikdə qurmağın yolu ortaq elmi əməkdaşlıqdan keçir. Ortaq keçmişdən ortaq gələcəyə, türkoloji düşüncənin yeni yüzilliyinə doğru. Bakıda görüşənədək.